Salam aleyküm dəyərli şagirdlər. Kimya 8-ci sinif 5.3-cü mövzu, yəni oksidativ reaksiyalar mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah ki, bu dərs ərzində biz sizlə nələr öyrənəcəyik? Oksidativ reaksiyalar ümumiyyətlə nə olan şeydir? Sonra oksidativ reaksiya prosesləri ilə tanış olacağıq. Maddənin tərkibində hidrogen və oksigen sayının artıb azalmasına görə oksidativ reaksiya prosesləri söhbətinə inşallah ki, bərabər baxacağıq. Öncəliklə, dəyərli dostlar, oksidativ reaksiyaları nələrdir? Bəzən reaksiyalarda elektron mübadiləsi baş verəcək. Yəni nə olacaq? Bir atom elektron verəcək, digər atom elektron alacaq. Qısası bu belə bir proses baş verəcək və reaksiya tamamlanacaq. Biz bu reaksiyaları deyəcəyik oksidləşmə reduksiya reaksiyaları. Gəlin, bu nə deməkdir? Bunu bir daha diqqətlə. Bu sxemə diqqət edin, fikir verin. A elementi özündən elektron veribdir, B elementi isə elektron alıbdır və nəticədə bir reaksiya baş veribdir. Biz bu reaksiyaya deyəcəyik oksidləşmə reduksiya reaksiyaları. İndi nə deməkdir oksidləşmə, nə deməkdir reduksiya? O prosesləri bərabər inşallah ki, incələyək. Dəyərli dostlar, gəlin bu reaksiyaya diqqət edək. Fikir verin. NH3, baxın bu maddədə azotun oksidləşmə dərəcəsi -3-dür. Biz bunu hardan veririk dəyərli dostlar? Baxın. Necə tapdım onu -3-dür? Ümumiyyətlə, hidrogen bir A qrupunun elementidir. Birləşmələrdə müsbət bir oksidləşmə dərəcəsi göstərir. 3 dənə hidrogen də müsbət 3 deməkdir oksidləşmə dərəcəsi. Deməli, azot da -3 olmalıdır ki, cəbri cəm 0 olsun. Ümumiyyətlə, yadınızda saxlayın, elementlərin oksidləşmə dərəcələrinin cəbri cəmi bir molekulun içərisində 0-a bərabər olur. Yəni, burada, baxın, bir daha bunu yazım sizin üçün, NH3. Azotu bilmirəm deyək ki, X götürək. Hidrogen müsbət 1-dir. Bir A qrupunun elementi olduğuna görə. Deməli, baxın, azot X-dir. Hidrogen də 3 dənə hidrogen müsbət 3 deməkdir. Üstə gəlin müsbət 3. Bərabər eləməlidir 0. O zaman azotun oksidləşmə dərəcəsi -3 olduğunu tapırıq. Bu qədər bəsitdir məsələ. Deməli, dostlar, azotun oksidləşmə dərəcəsi -3-dür. Bunu qəbul edirik, qoyduq bir qırağa. Dəyərli dostlar, birləşmələrdə, daha doğrusu saf halda, yəni element formasında atomların oksidləşmə dərəcəsi 0-dır. Yəni, baxın, buradakı oksigen 0, buradakı azot 0. Belə qəbul edəcəyik, dəyərli dostlar. Deməli, oksigenimizin də, azotumuzun da oksidləşmə dərəcəsini 0 qəbul edəcəyik. Yaxşı, gələk, buradakı oksigenin oksidləşmə dərəcəsində -2 qəbul edəcəyik. Ümumiyyətlə, yadınızda qalsın, bütün birləşmələrdə oksigenin oksidləşmə dərəcəsini -2 qəbul edəcəyik. Təbii ki, əgər saf halda deyilsin, düzdür, istisnalar var, en qədər istisnalarımız var, sadəcə olaraq sizin kitabınızın verdiyi və sizə lazım olan şeylər bunlardır. Oksijeni harada görsəz, -2 qəbul edin, geçsin. Təbii ki, bir dənə element formasında olmasın, yəni O2 formasında olmasın. Tək olmasın, yanında başqa elementlər olsun. Birləşmələrdə -2 qəbul edin. Dəyərli dostlar, indi biz bu reaksiyaya baxanda nə görürük? Biz bu reaksiyaya baxanda görürük ki, ümumiyyətlə, deməli, bax, bunları silək. Mən bunu yarım reaksiyalara ayıracağım sizin üçün. Yəni, nə demək istəyirəm, yarım reaksiya nə deməkdir? Dəyərli dostlar, bizim iki prosesi burada müşahidə edirik. Görürük ki, azot, baxın, yəni NH3 maddəsindəki azot -3 idi, sonra nəyə çevrilib olub? N2 maddəsində olub 0. Dostlar, bu bizim bir dənə yarım reaksiyamız. Reaksiyanın bir qısokunu götürdük, yazdıq bura. Və biz nə gördük? Gördük ki, -3-dən 0-a gəldi. -3 olması nə deməkdir? Elementin oksidləşmə dərəcəsi -3 olması nə deməkdir? Yəni, bunun 3 dənə elektron artıqlığı var. Ümumiyyətlə, yadınızda qalsın, elektron təqribən belə deyək, çox deyəcək bir günahdır. Elementdə nə qədər elektron çoxdursa, o qədər mənfidir. Baxın, hal-hazırda azot -3-dür. Yəni, dırnaq arası 3 dənə elektron, 3 dənə günah qazanıb. Oldu mu? Azot indi 0-a düşmək üçün o günahından qurtulmalıdır. Onda belə çıxır ki, azot elektron veribdir. Mən sayısını demirəm. Azot elektron veribdir, o günahından qurtulsun. Bəs nə qədər elektron veribdir? 3 dənə elektron veribdir. Mən əmsalları hələ ki nəzərə almıram, indekslər əmsalları nəzərə almıram. Deməli, azot, bir dənə azot atomu -3-dən 0-a düşmək üçün nə edibdir dostlarım? Cəmi 3 dənə elektron veribdir. Amma indi bunun əgər biz baxın, əmsalını nəzərə alsaq və buradakı indeks və əmsalı nəzərə alsaq, burada yazsaq onları, biz nə görəcəyik? -3-dən 0-a gələndə 3 dənə elektron verməli idi, indi önündə 4 var. 4 dəfə artıq.
Yəni 3-ü vuracaq 4-ə. Neçə eləyəcək? 12 dənə elektron vermiş olacaq. Bizim bu azotumuz 12 dənə elektron verdi. Bu birinci yarım hissə. Dəyərli dostlar, baxın, biz buna xüsusi bir termin deyəcək. Elektronun verilməsi prosesinin xüsusi adı var. Elektronun verilməsi prosesinin bu adına deyəcəklər dostlar, oksidləşmə prosesi. Oksidləşmə. Bunun adı oldu oksidləşmə prosesi. Və əmələ gələn bu məhsul ki var, yəni buradakı N2 maddəsi, oksidləşmə prosesindən əmələ gəlibdir. Baxın, bu oksidləşmə prosesi. Dəyərli dostlarım, N2 bu elektronun verilməsi prosesindən, yəni oksidləşmə prosesindən əmələ gəlib, deyilmi? Onda bu prosesdən əmələ gələn məhsul adı deyərlər, oksidləşmə məhsulu. Oldu mu? Dəyərli dostlar, hansı element ki özündən elektron verdi? Baxın, bizim misalımızda NH3 maddəsi özündən elektron veribdir. Baxın, buna da deyəcəklər reduksiya edici. Reduksiya edici. Deməli, dəyərli dostlar, bir daha diqqət edək. Elektronun verilməsi prosesi. Yəni, baxın, azot -3-dən 0-a düşdü. Oksidləşmə dərəcəsi artmış oldu. -3-dən 0-a düşdü. -3 daha balaca edildi, 0 daha böyük edildi. -3-dən 0-a düşdük, qalxdı. Qalxdısa, bu elektron verdi və bu prosesin adına biz deyəcəyik oksidləşmə prosesi. Və oksidləşmə prosesindən əmələ gələn məhsula da deyəcəyik oksidləşmə məhsulu. Bizim reaksiyamızda məhsul oxdan sonraki şeylərə deyərlər, dəyərli dostlar. Bizim misalımızda da N2 oksidləşmə məhsuludur. Və dəyərli dostlar, bu elektronları verənə deyəcəklər. Yəni bizim misalımızda NH3 bu mübarək maddə özündən elektronu verib. Özündən elektronu veribsə buna deyəcəyik biz reduksiya edici. İndi gəlin ikinci yarım hissəyə baxaq. İkinci yarım hissədə belə bir reaksiyamız var. Rəngi hissəsini dəyərlər. Baxın, belə bir şey var. Oksigendir, O2. Bunu altdan yazaq. 0 vəziyyətində idi. Sonra nəyə gəldi? H2O-ya gəldi. Hansı vəziyyətdə? -2-yə. Dəyərli dostlar, oksigen 0 vəziyyətində olan sadə bir vətəndaşımız idi. Nə oldu? -2-yə düşdü. Deməli, neyini? Bu günah qazanıbdır. Yəni, dostlar, elektron alıbdır. Aha, görə indi neçə dən elektron alıb? Baxın, oksigenin önündə 3 var, ayağında da 2 var. Yəni 6 var. Əgər bir dənə oksigen atomu olsaydı, 0-dan -2-yə gəlməsi üçün, baxın, bircə dənə oksigen olsaydı, 0-dan -2-yə gəlməsi üçün 2 dənə elektron qəbul eləməliydi, 2 dənə günah qazanmalıydı, deyilmi? Amma indi, baxın, önündə 3, ayağında da 2, yəni 6 dənə oksigen var. Deməli, neçə elektron qəbul eləmiş olur? 12 dənə elektron qəbul eləmiş olur. Baxın, suyun qarşısında 6 var, qoyunun 6-sında yazaq. Baxın, bu prosesin adına bəs nə deyəcəyik? Bu gördüyünüz elektronun qəbulu prosesinin adına deyəcəyik, dostlar, reduksiya prosesi. Reduksiya prosesi. Baxın, su reduksiya prosesindən əmələ gələn məhsuldur. Yəni, elektronun alınması prosesindən əmələ gəlib bu su. Biz bu mübarək suya deyəcəyik, dostlar, reduksiya məhsulu. Reduksiya məhsulu. Dəyərli dostlar, hansı element ki özünə elektron qəbul elədi, biz buna deyəcəyik oksidləşdirici. Bizim misalımızda oksigen elektron qəbul edib, yəni günahkar bəndədir. Biz buna deyəcəyik oksidləşdirici. Dəyərli dostlar, şagirdləri daha çox belə deyək, qıcıqlandıran, çaşdıran məqam nədir? Ay müəllim, reduksiya edici oksidləşmə prosesinə məruz qalır. Oksidləşdirici reduksiya prosesinə məruz qalır. Baxın, adları biraz qarışıqdır ya. Deməli, reduksiya edici reduksiya prosesinə məruz qalmır. Oksidləşdirici oksidləşmə prosesinə məruz qalmır. Əksinə, reduksiya edici oksidləşmə, oksidləşdirici reduksiya prosesinə məruz qalır.
Bax, bunu diqqətlə dinləyin dəyərli dostlar. Və siz prosesə baxın. Elektron alınıb yoxsa verilib? Bax, bu məsələlərə diqqət edin. Əgər elektron alınması prosesisə, bu reduksiya prosesidir. Elektron verilməsi prosesisə, bu nədir? Bu oksidaşma prosesidir. Sadəcə burada şagirdlərin belə deyək də, rahat bu dərsi öyrənməsi üçün bir oksidaşma dərəcəsinin tapılma qaydalarına diqqət etmək lazımdır. Onun üçün mən burada bəzi şeylər vurğulayıram. Dəyərli dostlar, yadınızda qalsın. Deməli, kimyəvi elementdirsə, baxın yazıram. Element. Elementlərdə oksidaşma dərəcə bərabər olur 0. O da oksidaşma dərəcəsi deməkdir. Elementlərdə oksidaşma dərəcəsi 0-a bərabər. Məsələn, N2 yazılıb 0, O2 yazılıb 0, H2 yazılıb 0. Təkcə yanında heç bir şey olmasın. Oldu mu? Element olacaqsa 0-dır. Sonra dahası, birləşmələrdə vəziyyət necədir? Baxın, birləşmələrdə birinci qaydamız, oksigen birləşmələrdə hökman -2 götürün. Dahası, bəzi elementlər var ki, onlar sabit oksidaşma dərəcələrinə malikdir. Məsələn, 1A qrupunun elementləri müsbət 1 götürəcəksiniz. Və yaxud da 2A qrupunun elementləri müsbət 2 götürəcəksiniz. 3A qrupunun elementləri müsbət 3 götürəcəksiniz. Belə bu şəkildə sadəcə bunları yad digərlərini demirəm, dəyərli dostlar. Bir də üçüncü bir qayda deyim sizə, birləşmələrdə üçüncü bir qaydanı da deyək. Elementlərin oksidaşma dərəcələrinin cəbri cəmi 0-dır. Yazıram, oksidaşma dərəcələrin cəbri cəmi bərabərdir 0. Yəni, bu necə başa düşür son dediyim. Məsələn üçün deyirəm, bizə bir deyək ki, maddə verilmiş, deyək ki, HNO3. Mənə deyir, azotun oksidaşma dərəcəsini tapın. Birinci elementimə baxıram, hidrogendir. Hidrogen də 1A qrupunun elementidir. 1A qrupunun elementlərinin hamısı müsbət bir oksidaşma dərəcəsi göstərir. Baxın, hidrogeni müsbət 1 deyirəm. Və qaydaya görə oksigenlə birləşmələrdə -2 yazmışam. Azotda da bir X deyim. Dəyərli dostlar, bunların cəbri-cəmi 0-a bərabər eləyəcəm. Baxın, bir dənə hidrogen var, yəni müsbət 1. Bir dənə azotdan var, X. Üstə gəlirəm, 3 dənə də oksigen var. Və hər oksigendə -2 deməkdir. 3-ü də -2 vuranda eləyəcək -6. Bərabərdir 0. Buradan da X-imiz bərabər olacaq müsbət 5. Yəni, bu şəkildə oksidaşma dərəcəsinin tapma qaydasını biləcəksinizsə, ondan sonra ikinci bilməli olduğumuz məqam nədir? Dəyərli dostlar, elektron bir günahdır. Əgər görsəniz, elementin oksidləşmə dərəcəsi, məsələn üçün deyirəm, 0-dan deyək ki, atıram, müsbət 2-yə qalxıb, bu o anlama gəlir ki, 2 dənə elektron veribdir. Günahından 2 dənəsini arınıbdır. Və yaxud da bizə deyilsə ki, məsələn üçün deyək ki, elementin oksidləşmə dərəcəsi müsbət 5-dən -3-ə düşübdür. Bax, bu deməli günah qazanıbdır. Müsbət 5-dən -3-ə düşmək günah qazanmaq deməkdir. Özü 8 dənə günah qazanıb. Müsbət 5-dən -3 arasında ədəd oxunda gör 8 dənə addım var. Deməli, bu neyinibdir? Elektron alıbdır. Hə, elektron alıbdırsa, deməli, bu prosesin adı olacaq reduksiya prosesi və bu element hansı ki, elektron alan olacaq, oksidləşdirici. Yəni, bu qaydadan rahat bir şəkildə tapa bilərsiniz. Bir də dəyərli dostlar, bizim kitabımızda belə bir şey verilibdir. Hidrogen və oksigen sayının artması məsələsi. Diqqət edin, əgər oksigen sayı artırsa, maddə oksidləşir, azarsa reduksiya olunur. Yəni, məsələn, bizim misalımızda buna diqqət edin, baxın, mis oksijeni yoxdur ki, indi oksijeni var. Deməli, mis burada oksidləşib. Bu misala baxın, misin oksijeni var, amma burada oksijeni yoxdur. Deməli, burada mis reduksiya olunubdur. Deməli, maddənin içində oksigen sayı artırsa oksidləşir, azarsa reduksiya olunur. Bir daha deyirəm, mis oksigensizdir, oksigen sayı 0-dır, indi oksijeni var. Deməli, oksigen sayı artdı, mis birinci misalımızda oksidləşdi. İkinci misalımızdasa, baxın, kuprum oksidin içində oksigen var, amma kupruma düşdü. Yəni, oksigen sayı azaldı. Deməli, reduksiya olundu. Həmçinin hidrogen sayı məsələsində də bu qayda var. Sadəcə hidrogen sayında, əgər hidrogen sayı artırsa, baxın, oksigen sayı artırsa oksidləşirdi, amma hidrogen sayı artırsa reduksiya olunur. Hidrogen sayı, daha sonra oksigen sayı azalırsa reduksiya olunurdu, amma burada hidrogen sayı azalırsa oksidləşir. Yəni, bir-birinin əksinə olan bir şeydir. Məsələn, bizim misalımızda, baxın, birinci misalımızda azot hidrogensizdir. İndi hidrogen qazanır deyə azot, baxın, hidrogen qazanıbdır. Deməli, azot burada reduksiya olunur, oksidləşmir. İkinci misalımızda azotun hidrogeni var idi, hidrogensiz qalır. Hidrogensiz qalırsa, deməli, nə olur? Oksidləşir. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər. İnşallah növbət dərslərdə görüşərik.